Salamlar hər kəsə, ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz bu gün əvəzliklər haqqında danışacağıq. Azərbaycan dilində olduğu kimi ingilis dilində də əvəzliklərin funksiyası nitq hissələrini əvəz etməkdir. Bəs ingilis dilində hansı əvəzliklər var? Gəlin baxaq. Şəxs, yiyəlik, qayıdış, qarşılıq, işarə, sual, nisbi, bağlayıcı, inkar, qeyri-müəyyən və təyin əvəzliklər mövcuddur. Biz ilk öncə danışırıq şəxs əvəzlikləri haqqında. Şəxs əvəzliklərinin iki halı var. Adlıq və obyekt hal. Gördüyümüz kimi adlıq halda olan şəxs əvəzlikləri I, you, he, she, it, we, you, they. Obyekt halda olanlar isə me, you, him, her, it, us, you, them. Deməli, adlıq halda olan şəxs əvəzlikləri. Adlıq halda olan şəxs əvəzlikləri who suallarına cavab verir, cümlədə yalnız mübtəda olur, özündən sonra birbaşa xəbər qəbul edir və cümlənin əvvəlində işlənir. Gəlin nümunələrə baxaq. Deməli, Z əvəzliyi adlıq hal əvəzliyidir, cümlənin əvvəlində işlənib, özündən sonra xəbər gəlib və cümlədə mübtəda vəzifəsinə çıxış edir. Sonra baxırıq obyekt halda olan şəxs əvəzliklərinə. Whom sualına cavab verir, cümlədə tamamlıq olur, söz önlərində və feildən sonra işlənir. Cümlənin ortasında və ya sonunda işlənir. Gəlin bir nümunəyə baxaq. Görürük, as obyekt halda olan şəxs əvəzliyidir, özündən əvvəl xəbər gəlir və cümlədə tamamlıq funksiyasına çıxış edir. Bir daha təkrar edək. Adlıq halda olan şəxs əvəzliyi cümlənin əvvəlində işlənir, özündən sonra xəbər gəlir. Amma obyekt halda olan şəxs əvəzliyi cümlənin ortasında və ya sonunda işlənir və özündən əvvəl xəbər gəlir. Daha diqqət etməli olduğumuz məqamlardan biri də you və it əvəzliklərin fərqləndirilməsidir. Niyə? Çünki həm adlıq, həm obyekt halda mövcuddur. Deməli, əgər cümlənin əvvəlində işlənirsə, adlıq haldadır. Yox, əgər cümlənin ortasında və ya sonunda işlənibsə, obyekt haldadır. Nümunədən də gördüyümüz kimi, you cümlənin əvvəlində işlənib, özündən sonra xəbər var. Deməli, adlıq halda olacaq. İkinci nümunəyə baxaq. You cümlənin ortasında işlənib, özündən əvvəl xəbər var. Deməli, obyekt halda olacaq. Sonra baxırıq, qadın, kişi, canlı, cansız və bu kimi ifadə olunan, əvəz olunan əvəzliklərə. Deməli, qadın cinsinə aiddirsə she, kişi cinsinə aiddirsə he, cansız isimlərə, heyvanlara, ölkələrə, şəhərlərə aiddirsə it və bütün cəm isimlər üçün də they əvəzliyi işlənir. Deməli, diqqət edək ki, çevirmə zamanı asılı formada olan yiyəlik əvəzliyini deyil, biz isim əsas götürməliyik. Çünki həmin əvəzlikdən sonra hər cür isim gələ bilir. Məsələn, nümunəyə baxırıq, her, sons, marks. Burada biz her'ü görürük deyə qarşılıq əvəzli olaraq qadın cinsi verə bilmərik. Amma nə verə bilərik? His veririk. Çünki burada söhbət ondan yox, onun oğlundan gedir. Yəni, oğlandan söhbət getdiyinə görə qarşılıq əvəzliyi, onun qarşılığı olaraq his veririk. Yenə də növbəti nümunə kimi, his daughters, baxmayaraq ki, his kişi cinsidir, amma burada əsas fikir onun qızıdır. Qızıdırsa, deməli, qadın cinsi olaraq onun əvəzliyini verməliyik. Sonra baxırıq, it və zem əvəzliyinin fərqinə. Deməli, bütün cansız tək isimlər və heyvan adları it əvəzliyindən ifadə olunur. Bütün cəm isimlər canlı cansız fərqi yoxdur. Dem əvəzliyindən ifadə olunur. Gəlin bir nümunəyə baxaq. Məsələn, the door is open. Deməli, qapı cansızdır, təkdədir. Ona görə də it əvəzliyindən əvəz olunur. Baxaq, these books. Bu kitablar. Cəmdədir. Baxmayaraq ki, cansızdır, amma cəmdə olduğuna görə yenə də qarşılıq əvəzliyi olaraq them veririk. Sonra danışırıq yiyəlik əvəzliklərindən. Yiyəlik əvəzliklərində iki forması var. Aslı və ya müstəqil forma. Deməli, aslı forma gördüyümüz kimi my, your, his, her, its, our, your, their. Müstəqil mine, yours, his, hers, its, ours, yours, theirs. Deməli, bunlar arasında olan fərqlər nədir? Deməli, asılı adından da göründüyü kimi asılıdır, yəni özündən sonra mütləq isim gəlməlidir. Nümunədən də gördüyümüz kimi your asılı halda olan əvəzlikdir və özündən sonra birbaşa isim gəlib. Amma müstəqil halda adından göründüyü kimi
heç bir şeydən asılı deyil, müstəqildir. Ona görə də isimsiz işlənir. Nümunədən də gördüyümüz kimi please lend me yours cümlənin sonunda işlənib və özündən sonra isim yoxdur deyə müstəqil hal sayılır. Daha bir nümunəyə baxaq. Yenə də these are our glasses, where are theirs? Özündən sonra isim yoxdur deyə müstəqil halda işlənir. Müstəqil formada işlənir. Sonra danışırıq. Mübtəda rolunda olan şəxs əvəzliyinə uyğun yerli çal əvəzliyi işlədilirsə, hansı ki I, my, you, your, he, his yerli əvəzliyi Azərbaycan dilində öz mənasına tərcümə olunur. Məsələn, I am going to sell my car. Mən öz maşınımı satmağa hazırlaşıram. Daha sonra baxırıq nəyə? Asılı forma plus isim, isim plus of, müstəqil forma eyni mənanı verir. Məsələn, Jack is my friend, Jack is a friend of mine. Jack mənim dostumdur, yenə də Jack mənim dostlarımdan biridir. Eyni mənanı verir. All my life, my whole life. Hər ikisi eyni mənanı verir. Sonra on my own, by myself, tək başıma deməkdir. Hər ikisi eyni mənada işlənir. On, şəxsi xüsusi deməkdir. Sözü asılı forma yerli çal əvəzliyindən sonra işlədilir. On sözünü qəbul edir. Və qayıdış əvəzliyinə yaxın məna tənhalıq, təklik ifadə edir. Baxırıq, she likes living on her own. Yəni, özü tək başına yaşamağı xoşlayır. She likes living by herself. O yenə eyni mənanı verir, tənhalıq bildirir, təklik bildirir ki, özü ilə, yəni tək yaşamağı xoşlayır. Sonra baxırıq it və it apostrof s-in fərqinə. It yerlik əvəzliyidir, özündən sonra isim tələb edir. It apostrof s isə it is-in qısaltmasıdır, yəni dırdır kimi tərcümə olunur və çox zaman özündən sonra sifət və ya artikel qəbul edir. Həmçinin it apostrof s, it has da ola bilər. Buna da fikir verək. Nümunəyə baxırıq, görürük ki, məsələn, it's advisable, özündən sonra sifət gəlib, yəni burada it apostrof s, yəni dırdır kimi tərcümə olunur. Yox, əgər it istəyir, özündən sonra isim gəlibsə, burada özünün mənasındadır. Sonra danışırıq qayıdış əvəzliklərindən. Qayıdış əvəzliklərini düzəltmək üçün təkdə self, cəmdə sales sonluqlarından istifadə olunur. Görürük ki, I, myself, you, yourself, he, himself, she, herself, it, itself. Bunlar təkdə olanlardır. Cəmdə olanlar görürük ki, hamısının sonunda nə var? Selves var. Ourselves, yourselves, themselves. Diqqət etməli olduğumuz məqamlardan birindən danışaq. Let's ilə başlayan cümlələrdə qayıdış əvəzliyi ourselves olur. Çünki buradakı apostrof s let us deməkdir. Yəni our və let us onun qarşılıq əvəzliyi olaraq ourselves olur. Sonra qayıdış əvəzlikləri hərəkətin öz üzərində icra olunduğunu bildirir ki, məsələn, qayıdış əvəzliyi olaraq deyə bilərik ki, mən öz işimi özüm görürəm. I əvəzliyinin qarşısı olaraq myself verəcəyik. Sonra danışa bilərik nədən? Əgər cümlə feil ilə başlayırsa, əmr cümləsi olarsa və xitabla ifadə olunursa, deməli biz yourself verməliyik ya da ki, cəmdə yourselves verməliyik. Məsələn, gəlin bir nümunəyə baxaq. Görürük, burada Kate vergüllə ayrılıbsa, deməli xitab mənasındadır. Və ona görə də qarşılığı olaraq yourself verilir. Dediyimiz kimi, əgər əmr cümləsidirsə, yəni feillə başlayırsa cümlə, open the door yourself. Yenə də ya yourself ya da yourselves verməliyik. Sonra xitabın tək və ya cəm olmasına diqqət verməliyik ki, xitab təkdə olarsa yourself, xitab cəmdə olarsa yourselves işlənir. Nümunədə gördüyümüz kimi boys cəmdədir deyə yourselves, ikincidə boy təkdədir deyə yourself olur. Daha sonra nəyə baxırıq? Qadın kişi cinsinə aid olanları da yenə bölmək lazımdır. Cəmdə olanları bölmək lazımdır. Deməli, qadın cinsində aid olanların qarşılıq əvəzliyi olaraq, qayıdış əvəzliyi olaraq she'yə uyğun herself, he'yə uyğun
himself, itə uyğun itself, Z-yə uyğun themselves verməliyik. Deməli, cümlədə mübtəda olmazsa, feil və ya xitab işlənərsə, həmişə iki cavab veririk. Yourself, yourselves. Bunlara diqqətlə fikir verin, bunları yadda saxlamaq lazımdır. Daha sonra biz danışa bilərik nədən? Qarşılıq əvəzliklərindən danışırıq. Qarşılıq əvəzlikləri hansılardır? Each other, one another. Deməli, each other bir-birini deməkdir. İki şəxs arasındakı münasibəti ifadə edir. Məsələn, iki şəxsdir. Nəzrin and Nərmin. İki şəxsdən danışılır deyə each other veririk. Yox, əgər iki şəxsdən artıq işlənirsə, biz one another verməliyik. Görürük. Nəzrin, Nərmin, Xəyyam. Deməli, 3 nəfərdir. 2-dən artıqdır deyə one another veririk. Təşkil edirəm. Əgər iki şəxs və ya əşya arasında işlənirsə, each other, yox əgər 2-dən artıq şəxs arasında və ya əşya arasında işlənirsə, one another veririk. Deməli, bu əvəzliklərin heç vaxt cəm forması olmur. Each others, one another's deyə bir şey yoxdur. Yəni, biz bu kimi variantı görə bilmərik. Deməli, qarşılıq əvəzliklərində özündən sonra isim gəlirsə, deməli, yəli çalını verə bilirik. Nümunədən də gördüyümüz kimi, each other apostrophes codes. Özündən sonra isim gəlib deyə yəli çalda işlənə bilir. Deməli, test-dən diqqət edək. 2 nəfərdirsə, each other, each others. 2 nəfərdən çoxdursa, one another, one another's. Deməli, sonra nədən danışırıq? İsmin olub-olmadığına baxmaq lazımdır. Yenə dediyim kimi, özündən sonra isim varsa, yəli çalda verəcəyik. Each others və one another's. Apostrof S-ni işlədəcəyik, yəni. Sonra danışırıq işarə vəziklərindən. İşarə vəziklər ingiliscəsində bunlardır. This, that, such və the same. Deməli, this təkdədir, this cəmdədir. Bu, bunlar deməkdir. Deməli, zaman və məkanca yaxın olan şəxs və əşyaları bildirmək üçün istifadə edilir. Gəlin nümunəyə baxaq. This book özündən sonra gələn isim təkdədir deyə this veririk. Sonra nədən danışırıq? Zətdən danışırıq, zosdan danışırıq. Zət, məkan və zaman və məkanca uzaq olan şəxs və əşyaları bildirmək üçün istifadə olunur. Tək zət yox, zət, zos, hər ikisi. Sadəcə zət zistə olduğu kimi təkdir. This, those isə cəmdə ifadə olunur, cəmdə istifadə olunur. Nümunəyə baxaq. I felt very happy those days. Görürük, those özündən sonra gələn isim cəmdədir deyə those vermişik. Bir də diqqət etməli olduğumuz məqamlardan biri over there, over here ifadələridir. Əgər o və z-yə varsa, uzaqlıq mənası ifadə edir deyə zət və those işlədirik. Yox, əgər here, bir də over here işlənərsə, burada this ya da ki, this işlədirik, çünki yaxın məna ifadə edir. Gəlin nümunəyə baxaq. That building over there is our school. O və z, yəni cümlədə görürük deyə, o və z ilə biz bilirik ki, ifadə olunur ya zət, ya da those. Sonra baxırıq ikinci nümunəyə. Over here-i görürük, over here. Deməli, bununla ifadə olunurdu nə? Ya this, ya da these. Deməli, özündən sonra da gələn isim cəmdədir deyə this veririk. Okay. Sonra danışırıq such, elə belə kimi tərcümə olunur. Tək və cəm forması eynidir. Cümlədə əsasən təyin funksiyasında çıxış edir. Özündən sonra isim tələb edir və ismin qarşısında sifət gələ bilər, lakin isimsiz sifət gələ bilməz. Gördüyümüz kimi nümunədən baxırıq. He is such a handsome boy. Baxmayaraq ki, özündən sonra sifət gəlib, amma bu sifət ismə aiddir deyə biz bunu işlədə bilirik. Amma heç vaxt isimsiz sifəti verə bilmərik. Çünki such birbaşa sifətlə işlənmir. Yalnız isimlə işlənə bilir. Sonra such əvəzliyindən sonra sayılan tək isim gələrsə qeyri-müəyyən artikl işlənir. Sayılmayan isim, cəm isim gələrsə qeyri-müəyyən artikl işlənmir. Gəlin nümunəyə baxaq. She is such a good student. Deməli,
gördüyümüz kimi sayıla bilən tək isim gəlirsə, qeyri-müəyyən artikl işlənib. Student sayıla bilir təkdir, qeyri-müəyyən artikl işlənib. Yox, əgər ikinci nümunədə gördüyümüz kimi vəzə sayılmır deyə artikldan işlənə bilmir. Sonra saç və sonun fərqlərinə baxmalıyıq. Hər ikisi elə-belə mənası verir, saç və so. Fərq nədir? Sodan sonra ya sifət, ya da ki, zərf gəlməlidir. Amma saçdan sonra heç vaxt sifət və zərf gəlmir. Gəlsə də gələn sifət ismə aid olur. Yəni, buradan belə konkret bir qaydaya gəlib çıxırıq ki, saç isimlə, so sifət və zərflə ifadə olunur. Sonra sonuncu the same. The same eyni, həmin deməkdir. Həmişə z artiklından işlənir və özündən sonra tək isim qəbul edir. Nümunədə gördüyümüz kimi he does same thing every day. Özündən sonra tək isim gəlir.